Aleykumussalam və rəhmətullah. Sual belədir ki, səhər axşam zikirlərini öz dilimizdə oxuya bilərəmmi? Həm tənbəllikdən ərəb dilində oxumuram, həm də çətinlik çəkirəm deyə öz dilimizdə oxuyuram. Bu halda zikirlər əldə etmiş oluramı? Xeyr. Əgər kimsə səhər və axşam zikirlərini öz dilində edirsə, oxuyursa, o səhər axşam zikirlər etmiş sayılmır. O səhər axşam zikirlərin tərcümeyi mənasını oxuyur. Və alimlər ittifaq ediblər ki, dua və zikirlərdə, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm necə deyibsə, biz də onun kimi deməliyik. Çünki o özü-özlüyündə ibadətdir. Yəni dua və zikirlər özü-özlüyündə ibadətdir. Amma sənin öz dilində Rəbbindən istədiyi dua eləmək isə, o isə sənin həcətin, ehtiyacının duasıdır ki, dünya və axirət üçün Allahdan istəyirsən. O sənin öz duandır. Bu isə ibadət duasıdır. Yəni dua və zikirlər, ərəb dilində varid olan dua və zikirlər ibadət olduğu üçün onun da ki, Peyğəmbər sallallahu əleyhi və səlləm necə deyibsə, biz də elə deməliyik. Misal üçün Fatihə. Əgər biz Fatihəni əziyyət çəkir deyən Azərbaycan dilində oxusaq, namaz səhih olarmı? Xeyr, olmaz. Ya da ki, namazın digər sözləri, əziyyət çəkirik deyən Azərbaycan dilində desək olar, xeyr olmaz. Niyə görə? Çünki bu məqsəd yönlü şəkildə ibadətdir. Yəni bunu bu cür etmək lazımdır ki, sən həmən ibadəti etmiş kimi sayılasan. Amma sən onun səhər axşam zikirlərinin tərcüməsini oxuyursansa, bu sən nə vaxt eləyə bilərsən? O ərəb dilində o zikirləri etdikdən sonra elədiyin zikirlərin mənalarını bilmək üçün bəli sən onu Azərbaycan dilində oxuya bilərsən. Amma ilk öncə sən ərəb dilində həmən səhər axşam zikirlərini etməlisən ki, səni zikr etmiş sayılsın.